Neçə dəqiqə oldu? 1. Mövzumuz erkən boşalma, prematur ejikulyasiya. Erkən boşalmanın ən kritik dəqiqəsi 1 dəqiqənin altındadır. Orta səviyyəsi isə 1-3 dəqiqə arasıdır. Erkən boşalma birincili və ikincili olur. Birincili erkən boşalma yaşamın ilk gündən cinsi əlaqədən başlayaraq baş verir, amma ikincili erkən boşalma isə sonradan əmələ gələ bilir və onun səbəbləri də budur ki, tibbi problemlər ola bilər, hormonal problemlər ola bilər, stres zəminində baş verə bilər. Erkən boşalma iki səbəbi vardır. Psixolojik səbəb vardır, bir də biolojik səbəb vardır. Psixolojik səbəb stressdir və bir də cinsi davamlılığın az olması ilə bağlıdır. Biolojik səbəb isə penisdə həssaslığın həddindən artıq çox olması, hormonal və bir də genetik səbəblər daşıyır. Əlbəttə ki, erkən boşalmanın müalicəsi vardır. Bunun üçün mütləq səbəbləri aydınlaşdırmaq üçün həkim məsləhətinə ehtiyac vardır.